Hepinize merhabalar. Gedirik kitab almağa. İnformatikadan 2 dənə kitab almalıyam. Seçəlimə keçmirik ki. Məhfit adamım. Olçuğa girdim. Hə, gedirəm kitab almağa 2 dənə. Biri Güvənin kitabı, informatikası. Bir də Dimin. Güvəninki onsuz var idi. Prosta baha idi, almırdım, saxlayırdım. Dimin də toplusu var. Sağ ol. Toplunu da almırdım. Axot olmurdu almağa. İndi ikisini birdən alıram. Qayda kitabı qalıb. Dimin qaydasını hələ də ala bilmirəm. Yəni 2 dənə kitabı məndə oxusam. 20, 21, 22 manat deyəsən. İkisi Hə. toplu 8 manat. Toplu 8 güvən oyunçu da. Deməli belə. Gözləyim buradan çıxacağam. Deməli belə. Özümü qəribə hiss elədim, bir dəqiqə keçirəm mesaj kameraya. Hə, deməli belə. Hal-hazırda saat 5 işləyir 15 dəqiqə. Mənim saat 9-da onlayn dərsim var. Yəni nə etməliyimsə saat 9-a qədər eləməliyəm. Eləməli olduğum şeylərdir belə sayım sizə. İnformatikadan hazırlıq tapşırıqlarını yazmalıyam. Fizikanı sıfırdan təkrarlamalıyam. Həndəsənin əsasanlaşdan təkrarlamalıyam. Amma həndəsənin əsasanlaşlarını bugün təkrarlamasam da olar. Çünki hazırlığımız 2-ci gündür. Bunu bazar günü falan da eləyə bilərəm. Sonra bugün onlayn dərsimiz var. Onu işləməliyəm. Yəni bugün əsas eləməli olduğum şey informatika, fizika, bir də AMO. Bir də yəni aşağı ən aşağı yaxın bir uzun bir qısa vlog çək. Bir də onlardır, yəni video çıxartmaq. Keçin mən bu dəqiqə indim işləməyə, informatika işləməyə. İnformatika 40 dənəmi, 50 dənəmi falan sual qalıb da, yəni 144 oradan 44, 20 oradan o 50, 55, 56 dənə sual qalıb da. Paşda 60 sual qalıb, elə fikirləşin. Dostlar, hal-hazırda informatikada 162-ci sualdayam. O 188 sualda 188-dən 162. Elədi 26 plus 1 27. 27-dən sualım belə qalıb. Və bu yandan da 124-dən başladım 96. Bir 40 sualım falan qalıb da səhv eləmirəmsə. 40-45 sual civarı bir şey qalıb. Onları yazandan sonra keçəcəyəm bu amma onu yazmağa. Amma onu yazıb qutarandan sonra da, amma da ortalama bir yarım saat vaxtımı alır deməm. Amma onu yazıb bitirəndən sonra da keçirəm fizikaya. Saat hal-hazırda 6-ya qalır 25 dəqiqə və mən informatika tapşırıqlarımı hal-hazırda tam olaraq bitirdim. Qələbə bizimdir. Oh yeah. Belə işlər. İndi oturub bu şeyi işləyəcəyəm. Amma onu işləyəcəyəm. Amma onu da işləyib qutarandan sonra keçəcəyəm fizikanı işləməyə. Bir də ola bilər bu bayaqları ala bilmədiyim kitabı gedim alım. Yəni 2 kitab almalıydım. Biri Güvəni idi, biri Dimi idi. Dimi tapdım və aldım, amma Güvənin kitabını ala bilmədim. Yox idi da. Yəni ola bilər gedim başqa bir dükandan Güvənin kitabını alım. Bilmirəm xəbəriniz var, yoxdur. Bundan əvvəlki videolarına baxmışsınızsa xəbəriniz var. Mən 2 olimpiyadaya getmişdim. Bunlardan biri WMTC idi, o birisi də FUMO idi, Fermat. WMTC-dən nə qazandığımı səhv eləmirəmsə, bundan əvvəlki videolarımda demişdim və yaxud da deməmişəm, bilmirəm. Ona görə ikisini burada açıqlayım, deyim nə eləmişəm, nə eləməmişəm. Nəsə, WMTC-dən qızıl almışam və Fermatdan da bürünc almışam. WMTC-nin ikisində də maraqlı şeylər oldu da. Medallarımı öyrənməyin falan biraz maraqlı oldu mənim. Bunu da belə eləyim. WMTC-nin cavabları çıxanda okey idi. Yəni rahat öyrənmədim, düzdür. Necə oldu? Səhv eləmirəmsə cavablar 1, 3, 5, 6 bazar, o 5 gündən birində çıxdı cavablar. Çünki bizim həmin gün axşam dərsimiz var idi da. Nəsə, bəs biz nə medal aldığımızı bilmirdik. Yəni, əvvəl elə idi ki, kimlər medal alıbsa, sayta yükləyirdilər, PDF kimi çıxırdı. Yəni, kim nə medal alıb, adı falan, yığdığı bal görünürdü. İndi amma medalları bilmək üçün şəxsi kabinet olmalıdır. Bizim də öz şəxsi kabinetimiz yoxdur. Yəni, şifrə Gmail-i bizdə deyil də. Ona görə biz girib baxa bilmirik medalımıza. Bəs kursa yazmışam, müəllimə yazmışam, təkcə kursa yazmışdım ki, nədir də cavab. Mən də həmin olimpiyada da 70 baldan 20.5 bal yığmışdım. Ən çox bal yığan 3-cü uşaq idim da. Yəni, PDF atılmışdı. Kim nə medal yığıb, kimin timi nə qədər yığıb falan, o bilinirdi. Timdən heç nə qazanmadığımızı bilirdik. Çünki yəni, bizdən yuxarı yıxan 6 dənə tim var idi. İlk 3 timə də kubok verirdilər də. İlk 3 timin nümayəndələrinin hamısına kubok verirdilər. Biz ona görə bilirdik ki, timdən heç nə udulmamışıq. Amma individualdan mən qızıl qazanma şansım var idi da. 20.5 bal yığmışdım. Məndən yuxarı yığan 2 dənə uşaq var idi. Yəni, böyük ehtimalle bilirəm ki, qızıl qazanacağım onsuz. Amma yəni adamın içində bir şübhə vardı. Çünki o ballar apellyasiyadan
öncə olan ballar. Yəni onun üstündən apellyasiya olmuşdu, cəmaətin balı artmışdı, cəmaətin balı azalmışdı. Yəni mənim balım artmış da ola bilərdi, azalmış da ola bilərdi, başqalarının balı artmış da ola bilərdi falan. Yəni mən gümüşə də düşə bilərdim. O ehtimal var idi. Yəni adam tədirgin bir içində bir his olur da insanın. Mən kursa yazmışam, kursdan cavab çıxmır. Yəni hamı həmin anda kursa yazır da. 100 neçə dənə adam həmin kursa yazır. Bizim medallarımızı öyrənə bilmədik. Bizim də qrupumuz var, 5-6 dənə uşağıq. Yəni heç kim medalını öyrənə bilməyib. Cəmi bir dənə, 2 dənə uşaq medalını öyrənə bilib. Onlar da özü almışdılar deyə öyrənə bildilər də. Hətta biri ya da ikisi deyəsən bildi öz medalını. Axşam biz dərsə girdik, müəllimi bezdirdik ki, müəllim deyin medalımızı. Nəysə axırda girdi o, onlara görsənir də bizim nə etdiyimiz. Nəysə çıxdı, gold almışammış. Onu o cürünə öyrənmiş olduq. Sonra da Fermat. Fermatda mənim canım çıxdı. Yəni Fermatın medalını öyrənəndən kimi mənim canım çıxdı. Necə? Dünənləri medallar çıxdı. Biz yenə şəxsi qabiliyyətimiz yoxdur deyə girə bilmirik. Amma biz həmin qrupda 2 dənə uşaq səhv eləmirəmsə özü alıb 200 medalını öyrənə bilib. Biz də qrupda 3 nəfər qalmışıq medalımızı öyrənə bilməyən. Həmin o qalan ikisi gedib öyrəndilər. Yəni müəllimə yığdılar, nə bilim, kursa yazdılar falan. Müəllim bunların zəngini götürdü. Bunlara cavab dedi, nə medal aldığını dedi. Amma müəllimə dünən 8 dəfə zəng eləmişəm, 8-ini də götürməyib. Kursa yazmışam, kurs cavab yazmır. Sonra bir də təşkil edən Global Olympic Center-da QOQ. Yoxsa GOÇdur, QOQ-dur, nədir bilmirəm. Yəni Global Olympic Center, onları da yazmışam. Onlar da deyirlər ki, sizin müəllim qeydiyyatdan keçirdi. Gedin müəlliminizdən soruşun. Mən də etdim, yəni cavab vermir müəllimimiz bizə. Ondan sonra QOQ da mənə cavab yazmadı. Mən yəni üçü tərəfindən də dəyişdənmədim də. Yəni qaldım bir qıraqda. 35 bal yığmışam həmin olimpiyadadan. Yəni sadəcə bürünc alma ehtimalım vardı. Yəni bürünc üçün dirəşmişəm mən. Gümüş, qızıl ala bilmərəm. Yəni bürüncü oynayırdım da. Yəni ya medal almama, ya bürünc. Mən bürüncə dirəşmişəm də. Aynəsə QOQ cavab yazmadı, kurs cavab yazmadı, müəllim cavab yazmadı. Mən 35 balla dünən ortalıqda qaldım. Səhər açıldı, demək ki, səhər cavab yazarlar. Çünki WMC-də də elə olmuşdu. Mən kursa yazanda, kurs səhərsi gün səhər mənə cavab yazmışdı ki, təbrik edirik, qızıl qazanmısınız. Kurs da cavab yazmayıb mənə. Bəs, yəni bilmirəm də qalmışam ortalıqda. Məktəbə getdim, qayıtdım. Hələ də cavab yazan yoxdur. Yəni səhər təzədən müəllimə yazdım ki, müəllim, nə oldu? Cavab deyildim. 35 balımdan ortalıqda qalmışam. Bir hay verin də mənə. Kursa təzədən yazdım və qayıtmışam evə. Bəs kursa yazdım ki, kurs ad soyad istədi məndən. Yazdım Marcin Quliyev. Kursdan yenə cavab çıxmadı. Sonra təzədən müəllimə mən başladım. Zəng eləyirəm, SMS yazıram, zəng eləyirəm, SMS yazıram. Mənim zəngimi götürmür. Getdim uşağın nömrəsi ilə zəng elədim. Başqa uşağın nömrəsi ilə zəng elədim. Yenə götürmədi. Məndə kontur yox idi. Oyuna konturla yığdı. Kontur, vurğun yoduz konturla yığdı bana. Yenə götürmədi zəngi. Nəsə vaxt keçdi, oturmuşam, dərs yazıram bayaqları. Reskidə bronz yazdı. Sonra da bir ses atdım. Ben şey elədi ki, ondan əvvəl də bir ses atmışdı ki, Asim, səndə ya qızıl ya gümüş idi. Deməli qızıl gümüş alma ehtimalım yoxdur ya, sıfırdır. Ya qızıl ya gümüş deyə, deyən indi dərsdən çıxmışam. Bəs baxıb deyərəm, üstünə 2 saat keçib, hələ də baxıb deməyib də. Müəllim də ses atıb, ortalama bir 10 dəqiqə sonra mən ona yazmışam. Nə oldu müəllim, baxıb baxmadınız. Yenə də cavab yazmıb, 2 saat, 3 saat, 4 saat mı keçdinə yazıb bronz. Nəsə bir ses attı, tam yadımda deyil. Sonra dedi ki, gümüşü 7 balla qaçırmısan falan. Mən də çox belə o deyildim də. Yəni bürüncümü alım mənə bəs idi. Çünki həmin olimpiyada dəhşət pis keçmişdi mənim üçün. Yəni bərbad yazmışdım da. 2 dənə, yəni bir 7 ballıq, bir dənə 3 ballıq sualı, yəni ortalama 10 bal. Yəni 3 ballıq sualı tamamilə mexanik səhv eləmişəm. Toplamada yerlərini qarışdırdım, vurma idi, nəsə də, yəni yerlərini qarışdırmışdım deyənə. Oradan 3 bal itirmişdim. Bir də 7 ballıq sualı səhv oxumuşam. Yəni məndən ən az istəyir. Mən onu ən çox oxumuşam deyənə 7 balım gəlir. Sonra bir dənə sual var. O sual bütün axırıncı sualda cavab 43-dür. Mən 44 tapmışam. Bir də Justin var məsələdə. Bir dəqiqə bu zibili gec eləsən nə olar ki? Ona görə 10 bal itirdim. Və axırıncı sualında belə bir handikap var. Sən normalda onu yazmasan eşinə itirmirsən. Yəni sual 10 baldır, o maksimum 100 bal, 90 bal alırsan. Bu sualı yazmırsan. Sualı yazıb səhv yazsın. O öz bal 10 bal getmir, 90. Bir də 10 bal aparır səndən. Düşürsən 80 bala. Mən də o sualı bir dənə o Justinə görə səhv eləmişəm. Bir dəqiqə. 44 idi.
43 idi, 44 almışam mən. Əsəbimi oynadı ona Justin məni. Evet, ona görə 10 bal itirdim. Justinə görə 10 balım gedib. Belə 7 balım gedib. Bir də 3 balım gedib. O bir şey 20 bal. 2-3 dənə sual atmışam, tutmayıb. Bütün əsəbim şey oldu. 20 bal da belə çox olsaydı, 55 bal, özü də çox olsaydı 65 bal, 65 balla qızıl da ala bilərdi. Bu Justin elədi hər şey. Justin olmasaydı mən bu dəqiqə 55 bal alırdım. 45 o 55 bal alırdım Justin olmasaydı. Bunu son şeylər düzəltdim 65. Nəsə əsəbləşməyəcəm. Birincimi almışam, bəs indi şükürlük eləmirəm. Buna da şükür. Buna da şükür. Nəysə də gəlin dərs yazın. Oha, deyən ki nə bildirim gəlib YouTube'dan. Kimsə yorum yazıb deyəsən. Biz burada hansıyıq? Oba, ağır söhbət. Bir dənə də adam yorumumu bəyənib. Dözməyəcəm, çəkəcəm sənə, başına bir mərmiyə, ölməyə. Nəysə də uşaqlar, gedirəm mən. Fizika neydi? Amo yazacaqdım. Amo. Fizikadan yazılmalı işləyim yoxdur. Sadəcə öyrənmək, sadəcə əzbər. Əzbər deyil, yəni əzbər öyrənmişəm, sadəcə təkrar. Only and only repeat. Oh yeah man, come on. Nəysə də çox danışdım. İnformatikada yazdım, qutardım, yəni dəhşət çevirdim. Abi də buçuqa almayayım. Bu buçuqalardan alacağım. Buçuqalar çox bombadır. Görüm kitabı almaq ilə də kitab 13 manatdır, nədir? Ürəyim ağrıydı ya. Buçuqa da alıram bir 2-3 dənə. Bir də şey markerlərdən istəyirəm, alım. Gözləyim. Bundan almaq istəyirəm. Bunu mən sənə neçə illiyə, bəlkə 2-3 ildir mən burçuqalarını işlədirəm. Burçuqaların ucunu mən səhv atırammış səndə. Mən bu normalda bir də basılı saxlaysam, öz-özünə əldə oldu. Mən tok basıram. Bunun ucu yumuşalır da. Yəni yazanda biraz pis olur. Ona görə bir də şey eləyəcəm. Bu markerlərdən mən istəyirəm alım. Çünki onların içi var ya məndə. Bir bu qədər marker içi var məndə. Ona görə istəyirəm bir dənə o cürünə bir marker alım. Orada tapa bilsəm də gəlir. Nəysə. Çox danışım. Keçirəm amma onu yazmağa. Hal-hazırda 7-yə qalır 20 dəqiqə. Mən hal-hazırda Amonu da yazdım və müəllimə göndərdim. Mən yəni sayta yüklədim öz tapşırığımı. Başqa nə elədim? İnformatikanı yazıb bitirmişəm. Dükana hələ ki getməmişəm. Fizikadan sən demə yazmalı olduğum 6-7 dənə test var imiş. Yəni 6-7 sual deyirəm üzümlətəni. Onları yazmalıyam. Onları oturub yazaram. Ondan sonra keçərəm o pişik təkrara. Saat da 7-yə qalır 20 dəqiqə. Ortalama maksimum 20 dəqiqə sualları yazsam, ondan sonra 1 saat təkrarlama yazsam, saat elədi 8, sonra videolar editləyərəm, paylaşırım, saat elədi 9 və online'ıma girərəm, ondan sonra yataram. Çox tez danışdım elə bir, biraz. Gedirəm indi Yusiflə görüşüm, kitabı almağa. Bir də elə zifli qaranlıqda bura, qabağımı görmürəm, flaşda tutmuşam düz gözümə. Nəysə də, Yusiflə şeyliyə gedirik. Bəli, əziz insanlar, videomu burada bitirəm. Fizikanı bugün oxuya bilmədim. Sabahları informatika hazırlığından qaydandan sonra. Bugün fizika ancaq məsələlərini işləyəmişəm. Video çəkmişəm sənə, o 100x qoyacaq. Gerçəkdən. Hə, fizikanın sabahları məcbur informatikadan qaydandan sonra edəcəm. Çünki indi video editləyim, sonra da paylaşım, sonra online dərsimiz falan var da. İndi inşallah bugün editləyim, paylaşıram. Nəsə də özünüzə yaxşı baxın. Sabahki ya da birisi gün, asansız görüşərik də yəqin ki. Sağ olun, vaxta qədər.